Dostlar salam. Biz bugün evdə ən asan yolla steak necə hazırlanır onu çəkəcəyik. Bunun üçün bizə lazım olan ərzaqlar hazır şəkildə alınmış steakdir. Biz bunu Araz marketindən almışıq. Yağdır, duzdur və sarımsaqdır. Başlayaq çəkməyə. Deməli bunun üçün nə etməliyik? Birinci növbədə biz eləməliyik ki, ət olsun quru. Ət əgər sulu olsa, ət yığılacaq və steikin dadı bir o qədər də yaxşı olmayacaq. Onun üçün birinci növbədə biz ətimizi quruluyuruq qəşəngcə. Və burada bir moment daha var. Əgər sizin ətiniz soyuducusa, onu mütləq şəkildə 1-2 saat dinləndirin, sonra hazırlayın. Yoxsa dad yaxşı alınmayacaq. Əti qəşəng duzluyuruq. Bu formada. Duzladıqdan sonra qəşəng istiot vururuq. Və biraz vaxtı qoyuruq və bu arada da biz qazımızı yandıracağıq. Tavanı qoyuruq, yaxşıca qızsın. Yağımızı əlavə edəcəyik. Və dostlar, əsas məsələ qoymalıyıq ki, yağ yaxşı qızsın. Yağ qızmamış əti atsaq, həm ət sulu olmayacaq içi, həm də ki tez yığılacaq və qaralacaq. Dostlar, yağ indi yaxşı sinmiş və hazır şəkildədir. Biz ətimizi əlavə edirik. Və sarımsağı da əzin əlavə edeyim ki, dadı çıxsın ki. Mən belə edirəm, yəni bu istəyə uyğun olur. Və ətimiz orada bişir. Biz də sousumuza hazırlayacağıq. Bunun üçün bizə lazım olacaq adi kəmçirin çaxır. Çaxırımızı belə bir tavaya əlavə edirik. Çox az miqdarda əlavə edirik. Çaxır orada qaynamalıdır. Qaynadıqdan sonra üstünə biz onun apelsin sosu əlavə edəcəyik. Çaxır qaynamalıdır ki, tərkibindəki spirt çıxsın. Və indi isə apelsin sosunu əlavə edək. Biraz da belə bu halda qaynasın. Duz. Çaxırın kəmçiliyini balansa gətirmək üçün biz sousa bir balaca mən bal əlavə edirəm. Əgər siz istəsəz, yəni əgər bal yoxdursa, yarım qaşıq keçok əlavə edə bilərsiniz. Dostlar, bir də ki, mən rozmarini ən axırda sousa əlavə edəcəm. Bu istəyə uyğundur. Kim istəsə əgər bunu qabaqcadan ətə əlavə edin və yaxud da sousa əlavə edin. Mən daha çox sousa əlavə eləməyi xoşlayıram. Çünki onda onun dadı daha belə maraqlı alınır.
Dostlar, soğuz hazır olana yaxın biz soğuza biraz yağ əlavə edirik. Dostlar, rozmarini mən indi əlavə edirəm. Çünki mənə görə dadı belə daha yaxşı olur. İndi siz öz ağız dadınıza görə əlavə edə bilərsiniz. Və rozmarin quru halda tapdım. Olsa daha yaxşıdır ki, göy halında. Və soğuzu dayanmadan qarışdırırıq, yapışmasın. Karamel halına gələnə kimi soğuzu qarışdırmalıyıq dostlar. Soğuzumuz hazır olur. Burada görürsünüz, karamel kimi halına. Və bunu dayanmadan qarışdırırıq ki, yanmasın və yapışmasın. Dostlar, artıq steykimiz hazırdır. Bildiyiniz kimi steyk qırmızı şərəfsiz məncə getməz. Buna görə bir damcı özümüzə qırmızı şərəf əlavə edirik. Və əsas məqam steykimizin üzərinə hazırladığımız soğuzu əlavə edirik. Soğuz prosta bombadır. Və əsas məqam dostlar. Steykin dadını yoxlamaq və dadına baxmaq. Super dostlar, içi də əsl mənim istədiyim kimi hazırdır bişib. Prosta bomba. Dostlar, siz də hazırlayın. Sizdə də bundan da yaxşı alınacaq. Sağ olun, hələlik. Əgər belə videoları görmək istəyirsinizsə bizə takib atın, like edin, abunə olun. Sağ olun dostlar.